Salam hörmətli həmkarlar, hər birinizi xoş gördük. Bizim ənənəvi olaraq həftənin ikinci, dördüncü və şənbə günləri üçün olan canlı yayımımız artıq başlayıb və bu şənbə günü canlı yayım olmayacaq. Buna görə orada müzakirə olunacaq mövzuları da bugün sizinlə birlikdə müzakirə edəcəyik. Müzakirə bugün sizdən attestasiya və sertifikasiyanın fərqlərindən danışacağıq. Eyni zamanda Mədəniyyət Nazirliyinə tabe olan təhsil müəssisələrində aparılmış attestasiyanın hüquqi əsaslarından danışacağıq. Kenguru əməliyyatı, kenguru olimpiyadası ilə bağlı, pul yığmalarla bağlı yenə müəyyən məsələləri danışacağıq. Eyni zamanda hələ yanvar ayında keçirilən esselərlə bağlı müəyyən məlumat var ki, bu məlumatı da sizlə paylaşacağıq. Mən yayıma başlamamışdan öncə həmişəki kimi demək burada Facebook və WhatsApp qruplarında paylaşacağım yayımı və sizdən də xahişim yayımı demək paylaşmaqda dəstək olun. Bilirsiniz ki, yəni mən bunu tək işləyirəm və komanda olaraq komandamız ise bizim izləyicilərimizdir və sizdən xahişim bu video qarşısına çıxdan istənilən yerdə paylaşın. Ən azı qruplarda paylaşa bilmirsinizsə müəllim yoldaşlarınıza göndərin, müəllim yoldaşlarınızı maarifləndirin ki bu demək məsələ ilə bağlı bu yoldaşlar da maariflənsin. Mən yayımı qruplarda paylaşım və sizdən xahişim siz də o vaxta qədər bacardıqca daha çox paylaşın. Mövzumuz bəllidir. Əmək qanunvericiliyindən bugün danışacağıq. Attestasiya və sertifikasiyanın fərqli cəhətlərini, o cümlədən oxşar cəhətlərindən danışacağıq. Daha sonra attestasiya və sertifikasiyada hüquqi əsaslardan danışacağıq. Daha sonra eyni zamanda bizim attestasiya və Mədəniyyət Nazirliyinin təhsil müəssisələrində keçirilən attestasiyanın, Mədəniyyət Nazirliyinin təhsil müəssisələrində işləyən yaxınlarınız varsa, onlara da linki göndərin və demək, bunun hüquqi əsası nə dərəcədədir, bundan danışacağıq. Və bilirsiniz ki, böyük şövqlə, böyük sürətlə, kenguru ilə bağlı pullar yığılmaqdadır. Bir çox məktəb direktorları pulları yığa bilmədiyinə görə borc alıb Emin Əmrullayevə göndərdilər. Pullar məktəblərdən nəqd şəkildə toplanılır, regional təhsil idarəsinə gətirilir. Regional təhsil idarəsində də Elnur Əliyevin əvvəlcədən hazırlamış xüsusi hesabı var. O hesaba göndərilir və burada tapşırıq ondan ibarətdir ki, 150 min, ölkə üzrə 150 min uşaq qeydiyyata alınmalıdır. Bu da orta hesabla 3 milyon manat puldur. Maraqlıdır, Emin Əmrullayev və Elnur Əliyevə bu 3 milyon manat pul təcili niyə lazım olub və müəllimləri və məktəb rəhbərinin, valideynin yanında belə deyək, baş aşağı eləyən bir təhsil naziri müəllimdən və məktəbdən hansı təhsil keyfiyyət göstəriciləri gözləyə bilər? Bax, məsələ buradadır. Düşünürəm, bu məsələləri müzakirə edəcəyik. Bir də yanvarda tələmtələsik keçirilən esse artıq 3 ay tamam oldu ki, keçirilib və esselərlə bağlı məlumat var, onu paylaşacağıq sizdən. Mən xahiş edirəm, siz paylaşmaqda olun və mən də mövzunu sizdən birlikdə buradan paylaşacağım və düşünürəm ki, maraqlı bir yayımımız alınacaq. Yayımın müddəti, yəni yayımdan dərhal sonra dərsin başlayacaq deyə yayımın müddətini qaçırtmayın.
Daha sonra bizdə yayın bitdikdən sonra bu canlı yayın Tam TV Elşən Qafarov kanalında yerləşdiriləcək. Kimlər ki sonra baxa bilməyiblər, yəni yayın vaxtı qoşula bilməyiblər və onlar Tam TV Elşən Qafarovla YouTube kanalından izləyə biləcəklər. Yayın vaxtı eyni zamanda sizin suallarınızı da cavablandırmağa çalışacağım maksimum dərəcədə və düşünürəm ki, məsələyə siz də öz fikirlərinizi, münasibətinizi bildirin və rəy bölməsində fikirlərinizi yazın. Yəni, burada təhsil elə bir sahədir ki, burada hər bir vətəndaşın burada mövqeyi olmalıdır. Və biz də mövqeyimizi bildirək. Belə, mən paylaşımları bitireyim. Artıq demək bitirmək üzrəyəm. Ölkə üzrə 150 min adam Kenguru Olimpiyadasına cəlb olunmalıdır. Kifayət qədər böyük rəqəmdir. Gəlin, birlikdə məsələni müzakirə edək. Və sonuncu paylaşım düşünürəm ki, artıq bəsdir. Belə. Axşamınız xeyir olsun. Bir daha, bugün dediyimiz kimi, bugünkü mövzu artıq mövzuya başlayırıq. Bugünkü mövzu attestasiya və sertifikasiyanın demək attestasiya və sertifikasiya ilə bağlıdır və attestasiya nədir, sertifikasiya nədir, bunu sizlə müzakirə edəcəyik və ilk olaraq gəlin buradan başlayaq. Bilirsiniz ki, bu əmək qanunvericiliyidir və əmək qanunvericiliyində, yəni əmək məcəlləsində 64-cü maddədə iş yerlərinin attestasiyası var. 65-ci maddədə isə işçilərin attestasiyası var. Və attestasiya niyə keçirilir? Attestasiya işçilərin peşəkarlığını və tutduğu vəzifəyə uyğun olub olmadığını müəyyən etmək üçündür. Eyni zamanda sertifikasiyada Əmək Məcəlləsinin 67-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, dövlət mülkiyyətində olan ümumi təhsil məktəbləri və ümumi təhsilin həyata keçirildiyi digər dövlət təhsil müəssisələrində və o cümlədən dövlət mülkiyyətində olan məktəbəqədər təhsil müəssisələrində attestasiya keçirilir. İndi məsələnin əsas tərəfi budur ki, biz demək burada deyirik ki, ümumi təhsil və ümumi təhsili həyata keçirdən digər dövlət təhsil müəssisələri. Burada nəyi demək istəyirik? Yəni, canlı yayımı paylaşın, zəhmət olmasa və yaxud da müəllim yoldaşlarınıza göndərin. Bilirsiniz ki, ümumorta təhsil bazasından, doğru dildə desək, 9-cu sinifi bitirdikdən sonra məzunlar peşə təhsil müəssisələrinə və o cümlədən də demək peşə təhsil müəssisələrinə və o cümlədən də orta ixtisas müəssisələrinə, kolleclərə sənəd verə bilirlər. Və onlar peşə təhsil müəssisələrində oxuduğu müddətdə, o cümlədən kolleclərdə oxuduğu müddətdə 9 illik bazadan gedibsə, ümumorta bazadan gedibsə, tam orta təhsil səviyyəsində tədris olunan fənlər də onlara tədris olunur və məhz peşə təhsil müəssisələrində və kolleclərdə 9 illik bazadan, ümumorta bazadan ora gedənlərə həmin o tam orta təhsil 11-ci sinifdə olan fənləri tədris edən müəllimlər də sertifikatlaşırlar. Və fikir versəniz, həm attestasiyanın, həm sertifikasiyanın əsas məqsədi, diqqət eləsəniz, burada şəxsin, yəni attestasiya və yaxud da sertifikasiya olunan şəxsin
tutduğu vəzifəyə uyğun olub olmadığını müəyyən etmək üçündür. Eyni zamanda onun peşəkarlıq səviyyəsini müəyyən edir. Görürsünüz, məqsəd burada eynidir, məntiq buradadır. Yaxşı, bəs əgər burada məntiq eynidirsə, niyə işçilərin attestasiyasının keçirilməsi qaydalarını Nazirlər Kabineti ayrıca təsdiq edir? Sertifikasiyanın keçirilməsinin qaydalarını isə ayrıca təsdiq edir. Hətta bilirsiniz ki, Nazirlər Kabinetinin 38 nömrəli qərarı var. İşçilərin attestasiyanın keçirilməsi qaydaları. Bir də ümumi təhsil məktəblərində olan, pedaqoji fəaliyyətlə məşğul olan təhsil verənlərin sertifikasiya qaydalarının keçirilməsi qaydaları Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə tənzimlənirsə, burada da eyni zamanda məktəbəqədər, yəni dövlət mülkiyyətində olan məktəbəqədər təhsil müəssisələrinin demək sertifikasiyası isə demək burada dediyimiz kimi 30 dekabr 2023-cü il tarixdən Nazirlər Kabinetinin 488 nömrəli qərarı ilə tənzimlənir. Gəlin diqqətlə mülkiyyətində olan məktəbəqədər təhsil müəssisələrinin demək fərqi ondadır ki, işçilərin attestasiyasının keçirilməsi qaydalarında, yəni əmək məcəlləsinin 30 dekabr 2023-cü eyni zamanda Nazirlər Kabinetinin 488 Nazirlər Kabinetinin qərarı ilə məktəbəqədər təhsil qərarında açıq göstərilir. Fərqi ondadır ki, işçilərin attestasiyasının keçirilməsi qaydalarında, yəni əmək məcəlləsinin 30 dekabr 2023-cü attestasiya komissiyası müəssisənin, yəni hansı müəssisədə sərvərilərdən yaradılmış fərqi komissiya tərəfindən işçilərin attestasiyasının keçirilməsi qaydalarında müəssisədə 30 dekabr 2023-cü rəhbəri tərəfindən yaradılmış komissiyasının, yəni hansı sertifikasiya sərvərilərdən yaradılmış komissiya işçilərin attestasiyası müəssisədə 30 dekabr müəssisə rəhbəri sertifikasiya yaradılmış komissiyasının fikir verdinizsə, yəni birinci fərqi sertifikasiya sərvərilərdən yaradılmış sertifikasiya komissiya attestasiyasının həmin müəssisədə həmin müəssisə rəhbəri sertifikasiya yaradılmış komissiyasının fikir verdinizsə, yəni birinci fərqi sertifikasiya sertifikasiya komissiyanın həmin müəssisə rəhbəri sertifikasiyanın bilirsiniz ki, fikir verdiniz birinci fərqi sertifikasiya həmin müəssisə rəhbəri sertifikasiyanın bilirsiniz ki, fikir verdiniz birinci fərqi sertifikasiyanın Həmin
komissiyalar bir mənalı. Şu an mən ölkə rəsmilərinin əmri ilə yaratılan komissiyalar bir mənalı. Şu an mən ölkə rəsmilərinin əmri ilə yaratılan komissiyalar bir mənalı. Məktəbə qədər ölkə rəsmilərinin əmri ilə yaratılan komissiyalar bir mənalı. Məktəbə qədər ölkə rəsmilərinin əmri ilə yaratılan komissiyalar bir mənalı. Məktəbə qədər ölkə rəsmilərinin əmri ilə yaratılan komissiyalar bir mənalı. Məktəbə qədər ölkə rəsmilərinin əmri ilə yaratılan komissiyalar bir mənalı. Məktəbə qədər ölkə rəsmilərinin əmri ilə yaratılan komissiyalar bir mənalı. Məktəbə qədər ölkə rəsmilərinin əmri ilə yaratılan komissiyalar bir mənalı. Məktəbə qədər ölkə rəsmilərinin əmri ilə yaratılan komissiyalar bir mənalı. Məktəbə qədər ölkə rəsmilərinin əmri ilə yaratılan komissiyalar bir mənalı. Məktəbə qədər ölkə rəsmilərinin əmri ilə yaratılan komissiyalar
Demək, nərt şəkildə toplanılır.
nəf şəklində toplanılır və nəticədə dediyimiz kimi regional təhsil idarələrinə gətirilir. Regional təhsil idarələrində də xüsusi hesab var, ayrı-ayrı debit kartlar var, həmin debit kartlara vurulur. Bax, məsələ buradadır. Gəldik, qayıtdıq esse ilə bağlı məsələyə. Esse ilə bağlı məsələ bilirsiniz ki, 500 plus məktəblərində bir esse yazılışı var və bu esse yazılışı ilə bağlı təqribən bu iki 500 plus şagirdi olan məktəblərdə və bunu da bilirsiniz ki, Emin Əmrullayevin imtahan hoqqaları, imtahan sərgüzəştləri bitib tükənmir. Və Emin Əmrullayevin nazir olduğu dövrdə direktorların işə qəbulu Azərbaycanda 3 kateqoriya üzrə aparılır. Şagird sayı 150 nəfərə qədər olan məktəblərdə direktorların işə qəbulu, şagird sayı 150-500 nəfərə qədər olan məktəblərdə direktorların işə qəbulu, şagird sayı 500-dən yuxarı olan məktəblərdə. Niyə bu bölgü aparılıb? Çünki hər bir məktəbin özünün qiyməti var. Yəni bu müəyyən məktəblərdə kadr təyinatı zamanı rüşvət və digər məsələləri yoluna qoymaq üçün və çeşidlənir. Birinci sort məktəblər, ikinci növ məktəblər, üçüncü növ məktəblər və bunların müəyyən qiymət məsələsi var. Və burada da bilirsiniz ki, şagird sayı 500-dən yuxarı olan məktəblərdə Emin Əmrullayevin demək ixtirasıdır bu ki, hansı ki orada demək belə deyək, burada esse mərhələsi keçirilir və yanvarın əvvəlində esse keçirildi və nəticədə essenin yoxlanması ilə bağlı böyük neqativlər aşkar edildi. Həmin esselərlə bağlı deyək ki, təhsil institutuna bir xanıma tapşırıldı və ona deyək ki, bir 10-15 nəfər də tapşırılmışdı ki, bu adamların esselərində düzəliş elə yüksək bal ver. Və bildiyim qədər əldə olunan məlumata görə həmin xanımda bir o zaman yayıldı ki, essenin bir düzəliş kim elətdirmək istəyirsə 2500 manat gətirsin. Təqribən o da bir 20-30 nəfər orada özünə belə deyək, xaltura elədi. Və bu məsələ böyüdü və nəticədə esselər Təhsil İnstitutundan və Təhsil Nazirliyindən götürüldü, yoxlanıldı və çox ciddi neqativ hallar aşkar edildi. Və bu eybəcərliyin qarşısında və tapşırıq verildi ki, essedə iştirak edən bütün şəxslər essedən keçirilmiş sayılsın və bir neçə günə esse ilə yəni bağlı nəticələr elan olunacaq və essedə iştirak edən bütün şəxslər essedən keçmiş sayılacaq və müsahibə mərhələsi may ayında olacaq. Yəni belə bir məlumat da daxil olub və bu məsələ təbii ki, bu da düşünürəm ki, sizi maraqlandıran haldır. Və bugün demək sizinlə əmək qanunvericiliyinə bağlı danışdığımız bu demək attestat və sertifikasiyanın fərqi idi. Eyni zamanda bizim dedik ki, kenguru ilə bağlı son məlumatları sizə dedik və esse ilə bağlı son məlumatları dedik və burada videonu bəyənib paylaşmağı unutmayın və biz bir də növbəti həftənin ikinci günü sizinlə buradan görüşəcəyik. Şənbə günü canlı yayım olmayacaq. Hər birinizə can sağlığı arzu edirəm, işlərinizə uğurlar arzu edirəm və düşünürəm ki, hər şey yaxşı olacaq. Tezliklə Azərbaycan Elm və Təhsil Nazirliyinə hüquq mühafizə orqanları, xüsusi orqanlar daxil olacaqlar və Azərbaycan büdcəsini talayan bir qrup cinayətkar və yaxud da ki, fırıldaqçı ifşa olunacaq və biz onda görəcəyik ki, kengurdan yığılan pullar hara gedirmiş, layihələrdən yığılan pullar hara gedirmiş. Bilirsiniz, layihələrlə bağlı bu ilki qrant müsabiqənin layihəsi rekord həddədir, 1.900.000 həddindədir və hər il layihələrlə bağlı böyük orada fırıldaqlar var, böyük oyunlar var. Düşünürük ki, həm layihələrlə bağlı, həm essedə edilmiş biabırçılıq, eyni zamanda təlimlər adı ilə milyonlarla Azərbaycan manatını mənimsəyən, talayan
Emin Əmrullayev və Elnur Əliyev haqqında ən yaxın zamanda ciddi tədbirlər görüləcək. Video bir qədər sonra YouTube kanalında Tam TV Elşən Qafarovla yəni orada həmin kanalda yayımlanacaq və videonu görənlər dinləyin, müəllim yoldaşlarınıza göndərin. Növbəti həftənin ikinci günü sizinlə görüşəcəyik inşallah. Təşəkkür edirəm.